Selamünaleyküm. Allah ziyaretinizi kabul eylesin. Memnun. Hardan gelmişsiniz? Biz Ustan Azərbaycan Qərbidən gəlmişik. Ha, Urmiya'dan gelmişsiniz. Bəli. Allah ziyaretinizi kabul eylesin. Bu kadar çetinliğiyle, bu kadar yol gelmişsiniz, hava istidir, mesafe uzaqdır, kilometrelerle yol gelmişsiniz. Ne gördünüz bu yolda? Ruh bərabərlik, ruh səfa və səmimiyyət, ruh ürəklər bir-birinə yavruqlaşmaq. Böyüklərin demək olar bu məsirin düzdür çətindir. Mənim amma fikir edirəm sadə, təlim məsir idi, mənə kitə gəlirdi. Geldiniz. Neçinci dəfədir gelirsiniz? Mən indidən 5-ci, 6-cısı. 5-ci, 6-cı dəfədir gəlir. Bu qədər çətinliyə baxmayaraq yenə gəlmək istəyirsiniz? Əslən davam gəlsin. Vaxtı söhbəti aşura olur, bəd az aşura ki, ərbəyin gəlir qabağa, ürəklər əsr ləhzə şumarlıq edir. Gəlmək. Mən özüm bu seri giriftar edim. Müşkülüm vardı. Baver elə müşkülümü ötürmüşəm, qaçmışım. Samirəyə, Kazməyinə də getdiniz? Hamısına getdik. Gedib ziyarət Alasına da elədiniz. gitmedim. Allah razı olsun. Var. Nə dua elədiniz? Kimlərə dua elədiniz? Tamamiyen Müslümanlar. Təlli Zeynəbiyyəni də ziyarət elədiniz? Gedirik nə var? İndi gedirsiniz, Bəli, gedirsiniz. Bu qədər yol gəlmişsiniz, çətinliklər çəkmişsiniz, Allah ziyarətçi qəbul eləsin. İbrətli bir şey nə görmüşsünüz, nə gördünüz bu yolda? İbrətli, o ki birdən mənə özümə dərs ola, xulusi ki mərdum ayaqda görür. Vaxtı bir nəfər əlində tamami idarəsini gətirir ki, mənlə onu qabağım. Mən gələkdə sabahdan dünya malımda gözüm qalmıyor. Bilüm ki, bu səfər də elə, həmçinə ki, bu səfər dələr 3 gün qutulur, mutmainlə ömürdə qutulacaq. İnşallah. Yapışmıyor. Allah ziyarətçi qəbul eləsin. Bizlər də dua eləyərsiniz inşallah. Muhtacım ve dua. İnşallah ki Allah tamamiye Müslümine müşkülatını həll eləyə və biz də onların içində elə-elə qurtuluyalım. İnşallah. Biz Allah razı çox olsun. boşal olduq. Allah razı olsun. Məxsusən elə bilək ki, cəmiəmizdə bir-birimizə rəuf və mehriban olaq. Allah ziyarətçi qəbul eləsin. Təşəkkür, məmnun olasın. Hardan gəlmişsiniz? Ustan Azərbaycan Qərbi Səlmas. Urmiya şəhərinə Salmas yəni. Bəli. Bu qədər çətinliklə, bu qədər narahatçılıqla, istiylə yol gəlmişsiniz bura. Nə gördünüz bu yolda? Nə ələ gətirdiniz? Eşq, səmimiyyət, ittihad, həmbəstəci. Neçənci dəfədir gəlirsiniz? Bundan 5 seridir. 5-ci dəfədir gəlirsiniz Ərbəyinə. Hansı imamların ziyarətinə getdiniz? İmam Həsən Əskəri, İmam Qazimi getdi ziyarətinə, Məsəf Əşrəf. Allah qəbul eləsin. Məscid-i Kuhu və Səhlə bunları ziyarət elədim. Ay maşallah, Allah ziyarətinizi qəbul eləsin. Burada da İmam Hüseyin əleyhissalamı, Həzrəti Əbəlfəzə xanı ziyarət elədiniz. Nə dua elədiniz? Kimlərə dua elədiniz? Bəray Zuhuri Ağa İmam Zaman əleyhissalam. Özü üçün nə istədiniz, nə dua elədiniz? Dedi Allah, aqibətimizi xeyr eləcinən. Tamam müsəlmanlar, əlbəttə özümü də əvvəl özgələrə dua elədim, ondan sonra özümü. Dedim Allah, tamam və istəyənləri ki, buranı arzusu çəkiləcədə ziyarət, onların zəminəyə ziyarətlərin fərahim eləcədə burada ziyarət edirlər. Duaların müstəcab elə bunlardan. Amin ilahi. Onların ki, ürəkləri buradaydı, qəlbləri buradaydı. Amma bəzi çətinliklərə görə gələ bilmədilər. Onlar üçün nə dua eləyərsiniz? Onların sənə dua ediyorlar. Onlar da bir tövfiq inayət eləcəklərini gəlirlər burada ziyarət edirlər. İşlərini rast gətirmişə, şeytanın şərindən hifz edə bilərlər, müsəlmanlıqda biləsən. Əvvəl dua eləyəndə rəvayətdə var. Əvvəl özgələrə dua eləyin, ondan sonra özünüz dua eləyin. Allah qəbul eləsin ziyarətçi. Təşəkkür məmnun. Biz də dua eləyin inşallah. Təşəkkür Allah Allah razı olsun. Səlamət eləsin, müvəffəq eləsin. Allah razı olsun. Allah köməyiniz olsun. Sağ olun. Sağ olun.